Tanınmış sosial media siması Aynişan Quliyeva dələduzluqla üzləşib. Xəbərin ünvanının əldə etdiyi məlumata görə, naməlum şəxs blogerin şəxsiyyətindən istifadə edərək onun yaxınlarına anası əməkdar artist Aybəniz Haşimova da daxil olmaqla mesajlar göndərib və maddi yardım tələb edib. Aynişan Quliyeva bu barədə şəxsi Instagram səhifəsində paylaşım edərək izləyicilərini xəbərdar edib. Onun sözlərinə görə dələduz onun Telegram hesabını ələ keçirərək əlaqə siyahısında olan şəxslərlə yazışıb və onlardan təcili pul yardımı istəyib. Bloger bildirib ki, bu cür hallarda heç bir mesaj və tələblərə inanmamaq lazımdır və ehtiyatlı olmaq vacibdir. Hadisə ilə bağlı Quliyeva artıq hüquq mühafizə orqanlarına müraciət edib. O, yaşadığı rayondakı polis bölməsinə gedərək tanımadığı şəxsin qanunsuz hərəkətləri barəsində rəsmi şəkildə şikayət ərizəsi verib. Qeyd edək ki, son zamanlar oxşar dələduzluq halları sosial şəbəkələrdə getdikcə artmaqdadır. Mütəxəssislər və hüquq mühafizə orqanları istifadəçilərə kiberhücumlara qarşı diqqətli olmağı və hesablarını əlavə təhlükəsizlik tədbirləri ilə qorumağı tövsiyə edirlər. Hadisə cəmiyyət arasında geniş rezonans doğurub və bir daha göstərib ki, tanınmış simalar belə kibercinayətkarların hədəfində ola bilər. Siz bu məsələ ilə bağlı nə düşünürsünüz? Şərhlərdə fikirlərinizi yazmağı, videonu bəyənib paylaşmağı və kanalımıza abunə olmağı unutmayın.